sual vermək istəyirəm. Heç planını kiməsə danışdıqdan sonra onun sanki görünməz bir əllə pozulduğunu hiss etmisən? Yəni planların sayı düşür və heç nəyi reallaşdırmırsan. Niyə olur ki, susanda irəliləyirik, yəni gələcək planlarımızdan danışmayanda irəliləyirik, amma danışanda sanki stopluyur, dayanır. Yəni məncə bir çoxumuz bu hala rastlaşıb, ki, mən daxil. Niyə bəzi arzular dilənəndə, dilə gətiriləndə ölür? Və bəs doğrudan mı planını danışma, sadəcə batil inancdırmı? Yoxsa həqiqətən burada insan psixikasının dərinliklərində bir gizlənən bir elmi bir mexanizm var ki, həmin o sənin planlarının irəliləməyinə, reallaşmağına mane olur. Əgər sən onu dilə gətirsən, hədəflərindən danışsan. Bilirsən, bir çoxumuz eyni şeyi yaşayırıq, amma heç də hər birimiz bunun fərqinə təəssüf ki, varmırıq. Bir plan qurursan, içində bir enerjin var, bir həyəcan var ki, bunu reallaşdırım, yəni həvəslisən. Hiss edirsən ki, bu dəfə olacaq, mən bunu bacaracağam, alındıracağam. Sonra gedib birinə danışırsan, sadəcə sevincindən, dostunla bölüşmək istəyirsən planlarla bağlı və ya da ailəndən birinə, bəlkə də sosial şəbəkədə paylaşırsan hər kəslə. Və qəribə olan odur ki, elə ondan sonra nəsə dəyişir. Sanki içindəki istək azalır, həvəs sönür, işlər yubanır və yarımçıq qalır, planların reallaşmır, ümumiyyətlə alınmır və ümumiyyətlə ki, addım belə atmırsan onu reallaşdırmaq üçün. İnsan, yəni bu an öz-özünə sual verə bilərsən ki, görürsən mən harada nəyi səhv etdim, niyə bu baş vermədi? Axı mən həvəsli idim, nəsə bir ciddi idim, niyyətimdə yaxşı idi. Və əslində məsələ burada niyyətdə deyil, məsələ insan psixikasının necə işləməsidir. İnsanın psixologiyası necə işləyir. Çox vaxt biz düşünürük ki, planı danışmaq bizi daha motivasiyalı edəcək, yəni daha həvəslənəcək, danışanda daha xarici faktorlarda bunu gücləndirəcək. Amma başqaları bilsə bizdə məsuliyyət hissi olacaq və daha da çalışacaq deyə düşünürük. Amma psixologiya fərqli bunu ifadə edir. Hər zaman bu belə işləmir. Yəni kiməsə danışanda biz məsuliyyət hissimiz artmayacaq və yaxud da ki, bəzən əksinə olur. Burada çox bir vacib məqam var. Burada deyilir ki, davranışların böyük hissəsi şuuraltı proseslər tərəfindən idarə olunur. Əgər sən nəyisə planlaşdırırsan, hədəf qoyursan və niyyət edirsən ki, mən bunu edəcəm, amma niyyət etdiyimizi çox vaxt aydın şəkildə başa düşmürük. Planımızı danışanda şuuraltı bir mexanizm işə düşür, sən hələ heç nə etməmisən, amma beynin artıq sosial təsdiq alır ki, artıq sanki olunmuş kimi təsdiq alınır. Əgər bunu dilə gətirdinsə, akustik ifadə elədinsə, qarşı tərəf səni dinləyir, bəzən tərifləyir, bəzən əhsən deyir, bəzən irad bildirir və beyin reaksiyonu mükafat kimi qəbul edir ki, okey, mən artıq dedim, təsdiq aldım, sanki artıq bunu eləmişəm. Hansısa bir gələcəklə bağlı planın heç eləməmişsən, sadəcə danışırsan. Və şuuraltı üçün fərqi yoxdur. Sən işi etmisən, yoxsa sadəcə onun haqqında danışırsan. Hər iki halda eyni mərkəz aktivləşir. Yəni etdiyin və plan qurduğun mərkəz ikisi də eyni yerdədir və aktivləşir. Nəticədə beynində belə bir hiss yaranır. Mən artıq bir addım atmışam. Yəni beyni bunu bu cür anlayır, tanıyır. Və halbuki reallıqda heç bir real addım yoxdur. Sən sadəcə gələcək addımlarla bağlı müzakirələr edirsən, insanlara məlumat verirsən, yaxınlarla. Bu vəziyyət psixologiyada yalançı tamamlanma hissi adlanır. Yəni yalançı geçdal qapanmağı insan hədəfə çatmadan çatmış kimi rahatlayır. Rahatlayanda isə beyin artıq deyir ki, mübarizə aparmağa ehtiyac yoxdur. Yəni mübarizə aparmaq istəmir artıq nəyisə üçün, o hədəfə çatmaq üçün. Və burada Jungun yanaşması çox maraqlıdır bu məsələdə. Bunu o Junga deyir ki, əgər insan kölgə tərəfləri yenə həmişəki kimi kölgə bizim qorxularımızdır, bastırdığımız tərəflərdir, qəbul etmək istəmədiyimiz hisslərimizdir. Planını danışdığın halda sən artıq özünü ictimai şəkildə bir mövqeyə gətirmiş olursan, qoyursan ora və ona görə də artıq insanlar səndən nəticə gözləyir və kölgə tərəf yavaş-yavaş danışmağa başlayır və bu halda nə baş verir? Bəs alınmasa, bəs bacarmasan, daxili səsin. Bəs insanlar sənə gülsə, yəni bu hədəfə eləsən, reallaşdırsan, bu məqsədi verir.
Bu daxili səs çox vaxt insanı hardasa iflic edir, geriyə salır. İnsan ya işi təxirə salır, ya özünü yavaşladır, ya da ki fərqində olmadan planı sabotaj edir, saxlayır. Çünki psixika üçün bəzən heç cəhd etməmək, cəhd edib uğursuz olmaqdan daha təhlükəsiz sayılır. Özünü qoruma mexanizmi, yəni etməyim daha yaxşıdır. Digər tərəfdən buna başqa cür tərəfdən baxa bilər ki, ego tərəfdən. Ego tərəfdən analiz etdikdə isə insan özünü dəyərli hiss etmək üçün üstünlük hissinə ehtiyac duyur. Yəni egosunun təsdiqlənməyinə, daxili mənin təsdiqlənməyinə. Planı danışmaq çox vaxt egonu doyurur. Yəni ki, artıq mən danışdım, təsdiq aldım, əhsən dedilər mənə ki, afərin belə bir hədəfim var sənə. Və insan hələ nəticə əldə etməyib, amma sadəcə planı haqqında, özü haqqında nəticə deyib və nəticəni əldə etmiş biri kimi hiss etməyə başlayır. Ego tətmin olur və mən bunu edəcəm, mən belə bir layihəyə başlayıram, mənim belə məqsədlərim var, mən böyük bir addımlar atıram. Ego bu sözlərlə qidalanır, təsdiqlənir amma problem buradadır ki, ego doyanda inkişaf da yanır. Yəni artıq sən buna etmə motivasiyanın, həvəsin azalır. Yəni bu hədəfə çatmaq üçün. Çünki daxili olaraq insan artıq özünü yetərli hiss edir ki, okey, etmiş kimi hiss edirəm, artıq yetərlidir. Bir də enerjinin başqa bir tərəfi var ki, bunlar dediyim kimi hamısı şuuraltı səviyyədə baş verir. İnsan həmişə fərqində olmur burada baş verənlərin. Hər bir insanın psixoloji enerjisi məhduddur. Yəni plan haqqında danışmaq da enerji tələb edir. Sən əgər bir şey haqqında danışırsansa, emosional enerji, diqqət, fokus. Burada demək, üstəlik hər kəsin reaksiyası fərqli olur da. Kimsə səni həddindən artıq tərifləyə bilər və yaxud da kimsə şübhəli yanaşa bilər və yaxud da səni hədəfindən yayındırmağa çalışa bilər müəyyən sözlərlə, öz şəxsi qorxuları ilə və qorxu yarana bilər bu prosesdə səndə və sənin daxili balansın pozulacaq, hədəfindən yayınacaqsan, başqalarının fikirləri necəsə sənə təsir edəcək, ya həddindən artıq şişirdəcəksən, ya da içdən-içə bu sönəcək, yəni bu hədəflə bağlı get-gəllər yaşayacaqsan və hər iki halda bu nəticəyə xidmət etmirsən, nəticədən yayılmış olursan, hədəfi reallaşdırmaqdan yayılmış olursan, planların havada qalır. Bu demək deyil ki, insan hər şeyi tək etməlidir və heç kimlə paylaşmamalıdır. Bu demək deyil, xeyr, məsələ kiminlə nə vaxt nəyi planlaşdırmaqdan gedir və nəyi paylaşmaqdan gedir. Planı yox, prosesi paylaşmaqla sağlamdır. Yəni, prosesi paylaşıb necəsə dəstək ala bilərsiniz. Hər kəslə yox, səni anlayan birinlə, mentorla ola bilər və ya da peşəkar birilə bölüşmək ola bilər. Bu daha faydalı olar hədəflərindən yayınmamaq üçün. Söz yəni burada əsas mərhələdə artıq yəni proses reallaşandan sonra deyərkən bu daha təhlükəsizdir. İnsan burada bir sual yaranır ki, mən bunu niyə danışmaq istəyirəm əslində? Yəni mən hələ heç nəyi gerçəkləşdirməmişəm, bir planım var və bunu danışmaq istəyirəm. Niyə? Doğrudan məsuliyyət götürmək üçünmü, yoxsa sadəcə təsdiq almaq üçünmü? Yəni həmişə planlaşdırdıqlarımızı etmək üçün də etmirik. Mən nəticəni istəyirəm, yoxsa nəticə haqqında danışarkən yaşadığım hissi sevirəm. Bu da maraqlı bir məqamdır, düzdür. Çünki çox vaxt insan arzunun özünü yox, onun yaratdığı hissi sevir. Danışmaq o hiss haqqında qısa müddətlik bir həzz verir, amma inkişaf əslində danışmaqda yox, səssiz etməkdədir. Bəzən toxumlar var, bir misal çəkim, torpağın altında qalanda cücərir, düzdür, toxumu səpəndə. Amma əgər gün işığında tez çıxarılanda o toxum yanacaq və heç bir bəhrə verməyəcək. Plan da toxum kimidir həyatımızda. Hər toxumu hər kəsə göstərmək lazım deyil. Bəzən məntiqli, doğru planlarımızla bağlı susqunluğumuz sakit edib, yəni başımızı aşağı salıb etməyimiz daha güclü strategiyadır ki, o plan reallaşsın. Bəzən insanın yolunu açan şey dediyi sözlər yox, demədiyi sözlər olur. Yəni bu onun yolunu açır deməyərkən. Belə maraqlıdır. Təcrübələriniz də mənə maraqlıdır. Yəni siz danışarkən planlarınız havada qalırmı, yoxsa gerçəkləşdirə bilirsinizmi? Bununla bağlı şəxsi təcrübələrinizi bölüşsəz sevinərəm. Mənə də bir məlumat olar. Belə. Hələlik.